Salam hörmətli YouTube və TikTok izləyiciləri, sabahınız xeyir. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli 5-ci mikrorayonda, yəni Safxoz nizamında 5 mərtəbəli binanın 4-cü mərtəbəsində 4 otaq, 3 otaq düzəldilmiş. Bax, qarşıda gördüyünüz belə bir mənzil satılır. Hal-hazırda siz deməli 2 otağın 1 otağı birləşdirilmiş zalı görürsünüz. Gördüyünüz kimi həqiqətən böyükdür. Hardasa bax belə deyim də, yəni buranın ölçüsü belə 5-in 8-ə ola bilsin, hətta çox olsun. İnsə deməli koridoruna çıxıram. Yəni bax, gördüyünüz kimi bu ərazidə bax belə uzunla bir balkonu var. Bax bu cürdür. Sənədi çıxarışdır. Aslan xidmətdə alıb-satqıya gedən sənəddir. Deməli ipoteka yararlıdır. İndi isə mən sizə deməli mətbəğini göstərim. Bax necə görürsünüz, bu cürdə var. Çox yaxınlıqdan, yəni binanın qabağından mərkəzi yol keçir. 27.01 bağışlayın, Dərman klubundan deməli Safxoz nizamiyə gedən həmin asfalt yoldur. Yaxınlıqdan hal-hazırda dünənə qədər 9A və 33 nömrəli keçirdi. Bugün isə bilmirəm hansı maşınlar işləməlidir. Yəni bu mərkəzi yoldan insan hamamını görürsünüz. 2 tonluq su bakı var. Bax belə bir 3 otaq, 4 otaq, 3 otaq düzəldilmiş mənzilin qiyməti deməli 75.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə ikinci otaq görürsünüz. 4-cü mərtəbədir. Leningrad proyektlidir. Bax bu cürdür. İndi isə qapıdan giriş hissəsini görürsünüz. Bax burada belə bir deməli mini otaq var. Harasa 2 yarımın 3-ədir. Burası deməli 4-cü yaxud 3-cü otaqdır. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. Qiymətin 75.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.